Altı çekiyorsun. Deməli biz baxaq. Bu diskin mərkəzidir. Mərkəzi O nöqtəsi. Bu disk fırlanır. Hansı istiqamət? İki dənə istiqamətimiz var da. Bir saat əqrəbi istiqamətinə fırlana bilər. Bir də saat əqrəbinin əksinə istiqamətlə. Məsələn, burada bir A nöqtəsi qoysaq biz, A nöqtəsi. A nöqtəsi də diskin üzərində eyni sürətlə, eyni fırlanacaq da, diskin üzərində eyni fırlanmağa başlayacaq. Bir dənə B nöqtəsi yazılır buradan, B nöqtəsi də buradadır. Deməli, B-nin radiusu böyükdür, A-nın radiusu, belə yazaq da, B-nin radiusu böyükdür, A-nın radiusu. Doğru mu? Doğru. İndi baxaq uşaqlar. Baxaq. A nöqtəsi fırlanıb gəlir A nöqtəsinə çatır. Deməli, bir period edir də, düzdür? Bu bir perioda müəyyən qədər zaman sərf edir. Məsələn, 10 saniyə, 20 saniyə vaxt sərf edir. Bu zaman B nöqtəsi də nə edəcək? Gəlib həmin yerə çatacaq da, düzdür? Deməli, A nöqtəsi bir period edən zamanda B nöqtəsi də nə edəcək? Bir period edəcək. Doğru. Ona görə buradan deyirik ki, A-nın və B-nin periodu bir-birinə bərabər. Başa düşdük? Ehtiyac var. Demək, A nöqtəsi fırlanır həmin nöqtəyə gələn vaxtda, B nöqtəsi də fırlanır eyni nöqtəyə gəlir və eyni period alır. Biz bilirik ki, periodla tezlik tərs asılıdır. Ona görə də tezlik də deməli eyni qalmış olacaq.